Yaşıl Asan ekoloji proqramı çərçivəsində Balaca Ekoloqlar layihəsi davam edir. Asan könüllülərinin Yaşıl Asan ekoloji proqramı, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və Mehdabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdlərinin birgə təşəbbüsü ilə ekoloji tədbir həyata keçirilib. Əvvəlcə şagirdlərin tullantılardan hazırladıkları müxtəlif əl işlərindən ibarət sərgi təşkil olunub. Asan könüllüləri tərəfindən şagirdlərə ekoçanta və üzboyama üzrə ustad dərslər keçirilib. Balaca Ekoloqlar layihəsi çərçivəsində reallaşdırılan tədbirdə şagirdlər arasında ekoloji maarifləndirmə, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, təkrar emalın təşviqi kimi mövzularda söhbət aparılıb. Ekoloji çirklənmənin zərərləri və təkrar emalın ekologiyamıza olan müsbət təsirləri haqqında şagirdlərə ətraflı məlumat verilib. Şagirdlər rəngarəng bədii proqramla çıxış ediblər. Biz balaca ekoloqlar olaraq kağızları təzədən emala göndəririk. Gəlin birlikdə təbiətimizi qoruyaq. Biz bu tədbirdə göstərmək istəyirik ki, hər bir kəs yaşın fərqi yoxdur. Böyükdən kiçiyə qədər hər bir kəs ətrafı çirkləndirməməlidir, dənizi çirkləndirməməlidir. Və mən və digər məktəbli yoldaşlarımla bir yerdə kimisi əl işləri hazırlayıb, kimisi və mən özüm də səhnəcik hazırlamışıq və biz bunları səhnəcikdə də göstərmək istəyirik ki, ətrafı çirkləndirməməliyik. Biz bugün bura Yaşıl Asan ekoloji proqramı sayəsində toplaşmışıq. Bizim əsas məqsədimiz insanların diqqətini ekoloji tarazlığın bərpasına və təbiətin qorunmasına yönəltməkdir. Və biz onu demək istəyirik ki, bu insanın işindən, vəzifəsindən, yaşından asılı deyil. Bu hər bir insanın borcudur. Daha sonra birgə ağac əkmə aksiyası həyata keçirilib. Tədbirin sonunda şagirdlərə Asan könüllüləri və Azərsun Kağız və Karton İstehsalat Korporasiyası tərəfindən hədiyyələr təqdim edilib.